Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 27 dekabr 2025-ci il. Buyurun, baxın əzizləyicilər, Şirvan şəhərində gördüyünüz bu 3 baş balalı və boğaz mallardır. Bir başı hal-hazırda boğazdır. 6 aylıq 11 litr süd verib, mal sahib deyir, özü də 6 aylıq boğaz, yəni keçən qarda 11 litr süd verib. Buyurun, baxın əzizləyicilər, 2 başı da hal-hazırda gördüyünüz bu alaqarı ilə qara yanı balalıdır. Təzə qrup açmışam. Kim istəsə mənlə əlaqə saxlasın, qrupa qoşum. Hər gün paylaşılan mallardan xəbərdar olun. Gördüyünüz bu 2 baş yanı balalı, 2 başın ikisi də erkək bala ilədir. Təxmini hər ikisi mal sahib deyir 3 aydır doğub, 3 aylıq erkək bala ilə. Gördüyünüz kimi bu da sağımda mal sahib deyir sakit maldılar, fağır maldılar. Gün ərzində səhər axşam 2 evniyə 6-8 litr arası hal-hazırda süd verirlər. Baladan əlavə, yəni zəif yemlə qiymətləri dəyişir. Birinin qiyməti 3000-dir, birinin qiyməti 3300-dür, üçüncüsünün də qiyməti 3300-dür. 2 başı 3300 manatdır, bir başı 3000 manatdır. Real alıcı olsa təbii ki, aşağı yeri var. Gördüyünüz kimi bu da sağımıdır. Mal sahibdir, sağlamlığına da 100% cavab deyəm. Yəni kim istəsə gəlsin, yerində saxsın, yoxlasın, sonra alsın.